Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 9-cu siniflər üçün summativ qiymətləndirmə 2, yəni ikinci kəsəginin suallarını, izahlarını paylaşacağam. Kanala abunə olaraq paylaşılan videolardan davamlı olaraq faydalana bilərsiniz. Əlavə edeyim ki, bizim onlayn və əyan dərslərimizlə maraqlanmaq istəyənlər 055 418 82 02 nömrəsi ilə əlaqə saxlaya bilər. Əyan dərslərimiz Elmlər Akademiyası metrosunun düz çıxışında yerləşir. Kim maraqlanmaq istəsə, bu nömrələrlə əlaqə saxlaya bilər. Keçək suallara. Ekranı yaxınlaşdıraq və suallar aydın görünsün. 1. Hansı sözlərə saitlə başlanan şəkilçi qoşulduqda tələffüzdə söz kökü dəyişir? Gəlin sait artıraq və biz sözləri yazaq. Yaratmaq sözünə saitlə başlayan söz artırıram. Məsələn, yaradan. Baxın, t-dıya keçdi. Getmək sözünə gedən. Baxın, ə-yə görə t-dıya keçdi. Deməli, elə A variantı uyğundur. Qaçır sözünə, məsələn, qaçırıq. I ilə başlayan artırdım, amma r yerində qaldı. Uçur sözünə uçuruq. Uq artırdım, r yerində qaldı. Yəni, B uyğun deyil. Qazan sözünə qazanan deyək. A artırdım, amma n yerində qaldı. Dayanan, yenə n yerində qaldı. Uyğun deyil. Görünən dəyişmir, yazılan. Fikir versəz, saitə görə nə n dəyişmir, nə də l dəyişmir. Üzülən, bacaran, yəni l, n, r sait artıranda dəyişməyən samitlərdir. Doğru cavabımız olacaq A variantı. 2. Hansı cümlədəki feildə subyekt hərəkəti öz üzərində icra edir? Yəni, biz qayıdış növ feil axtarırıq. Yaşıl çəmənlər, göy zəmilər qızıl rəngə boyandı. Boyanmaq feilindən boyanmaq feili əmələ gəlir. Bəs çəmənlər yaşıl və göy zəmilər qızılı rəngə kimsə tərəfindənmi boyanır? Yəni, bu çəmənləri hansısa bir adam mı boyuyur? Xeyr. Öz-özünə, yəni fəsil dəyişdikcə göy zəmilər qızılı rəngə. Qızılı rəng nəyin göstəricisidir? Payız fəslinin. Yəni, payız fəsli gələndə hər tərəf qızılı rəngə boyanır və bu proses öz-özünə baş verir. Bunu kimsə eləmir. Demək ki, buradakı n şəkilçisi boyanmaqdan boyanmaq feilini əmələ gətirən n qayıdış növ şəkilçisidir və subyekt hərəkəti öz üzərində icra elədi. A variantı uyğun cavabımızdır. Digər bəndlərə baxaq. Qapının zəngi çalındı. Çalmaqdan çalınmaq. Qapının zəngi öz-özünənmi çalındı? Təbii ki, xeyr. Qapının zəngini kimsə çalır. Bu, məchul növ feildir. Torpaq şumlandı. Şumdan şumlamaq, şumlanmaq. Baxıram ki, n var. Torpaq öz-özünənmi şumlanır? Əlbəttə ki, xeyr. Kimsə şumlayır. Deməli, məchul növdür. Toxum səpildi. Səpməkdən səpilmək. İl şəkilçisi var burada. Toxum öz-özünənmi səpilir? Xeyr. Kimsə səpir. Məchul növdür. Zəmilər biçildi. Biçməkdən biçilmək. Küləş daşındı. Daşınmaqdan daşınmaq. Burada il şəkilçisi var. Burada n şəkilçisi var. Zəmilər öz-özünəmi biçilir? Xeyr. Küləş öz-özünəmi daşınır? Xeyr. Bu işləri kimsə görür. Yəni, hər biri məchul növ feildir. Amma çəmənlər, zəmilər qızılı rəngə öz-özünə boyanır. Onu kimsə boyamır. Cavab A variantı. Dönəm sözünün leksik təhlillə bağlı səhv istəyir. Neologizmdir, doğrudur. Ümumilikdə sözdür, yanlışdır. Leksik mənasına görə mərhələ deməkdir, doğrudur. Antonimi yoxdur, doğrudur. Amonim kimi işlənə bilməz, doğrudur. Səhv oldu, B variantı, neologizmdir. Əsgərlikdən qayıtdıqdan sonra Sərvər kənddə bir əyləncə tapmadığı üçün çox darıxırdı. Cümləsini sintaktik təhlil edin. Gəlin eləyək. Nə edirdi? Darıxdı. Nə etdi? Darıxdı. Kim? Sərvər. Nə zaman? Əsgərlikdən qayıtdıqdan sonra. Tapmadığı üçün. Nə səbəbə? Kənddə bir əyləncə tapmadığı üçün. Bütövlükdə səbəb zərfliyi. Nə qədər darıxdı? Çox darıxdı. Yəni, sintaktik təhlilə görə birinci gəlir zərflik, ikinci gəlir mübtəda, üçüncü gəlir yenə zərflik, dördüncü gəlir çox zərfliyi, və sonda xəbər gəlir. Bizim sintaktik təhlilimiz bu formada olacaq. Növbəti suala keçirik. Sözlərdən biri quruluşuna görə fərqlidir. Sınaq, sınamaqdan sınaq, quruluşca oldu düzəltmə. Dayaq, dayanmaqdan dayaq, quruluşca oldu düzəltmə. Qoruq, qorumaqdan qoruq, quruluşca oldu düzəltmə.
Soyuq, soyumaqdan soyuq oldu. Düzəltmə. Moruq, quruluş oldu. Sadə. Deməli, fərqlənən Y variantıdır. Nöqtə sözü nöqtə kimi işləndikdə ondan sonra vergül qoyulduğu halda nöqtə kimi işləndikdə özündən sonra vergül qoyulmur. Cümləsinin ardıcıl olaraq nöqtələrin yerinə hansı sözləri əlavə etməklə tamamlamaq olar. Deməli, özündən sonra, ondan sonra vergül qoyulur. Ondan sonra, yenidən sonra vergül qoyulurmu? Bağlayıcı kimi işlənəndə, məsələn, hamı, yəni, baxın, yənidən əvvəl qoyulur vergül. Yənidən sonra heç vergül ola bilməz. Ədat bağlayıcı yerdə qalır ki, 2-dən sonra vergül olurmu? Təbii ki, olur. Məsələn, dedim ki, burada ki bağlayıcıdır və özündən sonra vergül olur. Yəni, bu cümləni tamamlayıram. Ki sözü bağlayıcı kimi işlənəndə, bura yazıram 4. 4-dəki nə? Ki sözü bağlayıcı kimi, yəni 3 kimi işləndikdə, ondan sonra vergül qoyulduğu halda, ədat kimi işləndikdə vergül qoyulmur. Məsələn, baxın, dedim ki, tez gəl. Bu bağlayıcıdır və özündən sonra vergül qoyuldu. Ədat kimi işlətsəm, məsələn, mən ki, bunu demədim. Belə bir cümlədə ki, ədatdır və özündən sonra vergülə ehtiyac yoxdur. Ona görə də ardıcıllıq 4, 3, 2 formasında olacaq. Yəni, niyə götürə bilmədim? Çünki yənidən sonra yox, əvvəl vergül qoyulur. 7. Mürəkkəb cümlələrdən biri digərlərindən fərqlənir. Kitab toplamaq faydalı işdir, onları oxumaq isə daha faydalıdır. Faydalı işdir, nə? Kitab toplamaq. Bu bir cümlədir. Onları oxumaq isə daha faydalıdır. Faydalıdır nə? Onları oxumaq. Hər iki tərəfinin öz mübtəda xəbəri var və bu mübtədalar bir-birindən asılı deyil. Ona görə də bu tabesiz mürəkkəb cümlədir. Yaxşı kitabları bugün oxuyun. Sabah vaxtınız olmaya da bilər. Nə edin, oxuyun. Kim? Siz. Sabah vaxtınız olmaya da bilər. Olmaya bilər. Nə? Vaxtınız. Oxuyun siz, olmaya bilər vaxtınız. Hər iki tərəfin öz mübtəda xəbəri müstəqil bir cümlədir. Ona görə bu da tabesiz mürəkkəb cümlədir. Qanunlar nə vaxtsa ölür. Ölür nə? Qanunlar. Kitablar heç vaxt ölmür. Ölmür nə? Kitablar. Qanunlar ölür, kitablar ölmür. Yenə bir-birindən asılı olmayan tabesiz mürəkkəb cümlədir. Ağıllı qonşun yoxdursa, baxın, sanı götürüb, yəni nöqtə qoyaq, oxuyaq. Ağıllı qonşun yoxdursa, cümlə bitmir. Yəni, bir tərəf digər tərəfə tabedir. Bu artıq oldu tabeli mürəkkəb cümlə, digərlərindən fərqləndi. Mənə kitablarını göstər, övladlarının hansı ruhda böyüdüyünü deyim. Nə et, göstər. Kim? Sən. Övladlarının hansı ruhda böyüdüyünü deyim. Deyim kim? Mən. Sən göstər, mən deyim. Bu da tabesiz mürəkkəb cümlədir. Yəni, hamısı tabesizdir. Bir dənə C variantı, yox, daha doğrusu D variantı tabeli mürəkkəb cümlədir. Davam eləyək növbəti sualdan. Dialoqlarla bağlı doğru fikirdir. Hər şəxsin danışığı dırnaq içərisində yazılmalıdır. Xeyr, dialoq özündən əvvəl tire işarəsini tələb edir və bu zaman dırnağa ehtiyac olmur. Məsələn, salam. Qarşıdakı deyir ki, məsələn, salam və ya necəsən? Bu formada davam edir və dırnağa ehtiyac yoxdur burada. Yanlışdır. İlk sözün ilk hərfi böyük olmaqla hər şəxsin danışığı yeni sətirdən yazılmalıdır. İlk sözün ilk hərfləri böyük olmaqla doğrudur bu. Hər şəxsin danışığı yeni sətirdən yazılmalıdır. Tamamilə doğrudur. B bəndi düzgün fikrimizdir. Vasitəsiz nitqdən fərqlənmir. Əlbəttə ki, fərqlənir. Vasitəsiz nitq sadəcə olaraq fikrin çatdırılma üsuludur və bu zaman tire işarəsindən istifadə olunmur. Daha doğrusu istifadə olunur, amma hər sətrin başında sırf olaraq tiredən istifadə olunmur. Eyni zamanda dialoqlarda dırnaq işarəsi olmur, amma vasitəsiz nitqlər dırnaqla ayrılır. Ona görə də fərqləri çoxdur. Yanlışdır bu. Ancaq yazılı nitqə aid olur. Yanlışdır. Şifahi nitqdə dialoqlar var. Ancaq 2 nəfərin söhbətləşməsidir. Xeyr, dialoqda 3 nəfər də ola bilər, 4 nəfər də ola bilər. 2 və daha artıq şəxsin söhbətləşməsidir. Cavab B variantı düzgün fikrimiz. Növbəti sual. Tərkibində ki bağlayıcısı olan cümlə haqqında ən doğru fikir hansıdır? Tabesiz mürəkkəb cümlədir. Ən doğru demək olmaz. Müəyyən şəxsli cümlədir. Cümlənin şəxsə görə növünün ki bağlayıcısına bir aidiyyəti yoxdur. Tabeli mürəkkəb cümlədir. Bəli, bunu demək olar. Çünki ki bağlayıcısı özündən sonra vergüllə ayrılır və
öz cümləsinin davamını tələb edir. Məsələn, tapşırdılar ki, nəyi tapşırdılar? Dedim ki, nəyi dedim? Oxuyun ki, niyə oxuyun? Yəni davamını tələb edir, ona görə tabeli mürəkkəb cümlədir demək olar. Müxtəsər cümlədir, xeyr, yəni müxtəsər də ola bilər, cümlə geniş də ola bilər. Mübtədası olan cümlədir, yəni mübtəda ola da bilər, olmaya da bilər. Dedi ki, gəlin. Burada mübtəda yoxdur məsələn. Demək ki, uyğun fikrimiz olacaq C variantı. Vasitəsiz nitqli cümlənin düzgün sxemini göstərin. Yoldaşım kağızı büküb mənə tapşırdı. Bunu dedi uzağa aparmaq lazım deyil. Səhra xəstəxanasına təhvil verərsən. Yoldaşım kağızı büküb mənə tapşırdı. Bu müəllifin sözüdür. Ona görə başlayıram müəlliflə və qoşa nöqtə qoyuram. Mən də qoşa nöqtəni qoyuram. Dırnaq açılıb, mən də dırnağımı açıram. Bunu, baxın, bu artıq vasitəsiz nitqdir. V-ni yazıram. Dedi, vergül, tire var. Vergül, tiremi qoyuram. Dedi müəllifdir. Müəllifimi burada yazıram. Bir dənə də vergül, tire var. Onu da yenə qoyuram. Uzağa aparmaq lazım deyil. Səhra xəstəxanasına təhvil verərsən. Bu da yenə vasitəsiz nitqdir. Yazıram. Sonda nə qoyulub? Bir dənə nida qoyulub, bir dənə də dırnaq qoyulub. Nidanı qoyuram və dırnağımı bağlayıram. Sxemi bu formada tamamlamaq olar. 11. Hansı nitq hissəsinin sualları tabeli mürəkkəb cümlələrdə bağlayıcı söz kimi işlənmir? İsmin, məsələn, kim oxusa, o qalib gələcək. Kim? İsmin sualıdır. Sifət, necə insandırsa, elə insanlar da qarşısına çıxacaq. Necə insan sifətin. Və ya necə oxuyursa, oxumaq feilinin aidi oldu. Deməli, bu da zərfin oldu. Sayın, nə qədər çalışsan, o qədər qarşıla. Bu da saydır. Amma feildə bu mümkün deyil. Məsələn, nə etsəm, desəm qarşılığı o qədər, o etsəmlə heç cür alınmır. Ona görə feilin sualları bağlayıcı söz kimi işlənməz. Bu bağlayıcılardan biri tabesiz mürəkkəb cümlənin tərəflərini bağlaya bilməz. Ümumiyyətlə, bağlayıcılar iki qrupa bölünür. Tabelilik bağlayıcıları, tabesizlik bağlayıcıları. Tabelilik bağlayıcıları tabesiz mürəkkəb cümlənin tərəflərini bağlamır. Biz tabelilik bağlayıcısı axtarmalıyıq. Baxın, çünki tabelilik bağlayıcıdır. Elə A variantı uyğundur. Və tabesizlikdir, həm də tabesizlikdir, hətta tabesizlik ancaq tabesizlikdir. Burada bir dənə tabelilik bağlayıcısı A çünki bağlayıcıdır. Çünki bağlayıcını harda görsəz, tabeli mürəkkəb cümlə götürəcəksiniz. Təbii ki, mürəkkəb cümlədirsə əgər. Növbəti sual. Nə zaman çağırar, gələrəm. Tabeli mürəkkəb cümləsinin tərkib hissələrini bağlayan vasitə nə zaman bağlayıb? O da təbii ki, bağlayıcı sözdür. 14. Tabesiz mürəkkəb cümlədə işlənən hansı bağlayıcıdan nə əvvəl, nə də sonra vergül qoyulur? Ancaqdan əvvəl qoyulur. Hamı gəldi, ancaq sən gəlmədin. İsədən nə əvvəl, nə sonra vergül qoyulmur. Həttadan əvvəl vergül qoyulur. Hər kəs gəlmişdi, hətta Əli də oradaydı. Həmçinindən də əvvəl vergül qoyulur. Uşaqlar, həmçinin böyüklər oturdular. Yənidən əvvəl vergül qoyulur. Adil, yəni uşaqlıq dostum. Amma isədən nə əvvəl, nə də sonra vergül olmaz. 15. Boran küçədə ac qurd kimi uluyur, soyuq qılınc kimi kəsir, qar şiddətlə səpir. Tabesiz mürəkkəb cümləsinin tərkib hissələri arasında hansı mənə əlaqəsi var? Demək, burada zaman əlaqəsi var. Çünki hadisələr eyni zamanda baş verir. Bunu sübut eləmək üçün biz ifadələrin, yəni cümlələrin yerini rahatlıqla dəyişdirə bilərik. Əgər zaman əlaqəsi varsa, baxın, soyuq qılınc kimi kəsir, boran küçədə ac qurd kimi uluyur, qar şiddətlə səpirdi. Soyuğu əvvəl ata bildim. Və ya yenə qar şiddətlə səpir, boran küçədə ac qurd kimi ulayır, soyuq qılınc kimi kəsirdi. Yəni, mən bu cümlələrin yerini rahatlıqla dəyişdirə bilirəmsə, deməli, hadisələr eyni zamanda baş verib. Biz buna zaman deyəcəyik. Bunu unutmayın. Vergüllə ayrılan cümlələrin yerini rahatlıqla dəyişdirmək olursa, bu zamandır. Davam eləyər növbəti sualdan. Bağlayıcı sözlərlə bağlı fikirlərdən biri yanlışdır. Budaq cümlənin baş cümləyə bağlayan vasitədir. Bəli, bağlayıcı sözlər budaq cümlədə olur. Məsələn, kim oxusa, o qalibdir. Kim oxusa. Buradakı kim bağlayıcı sözdür. Ona görə bu doğrudur. Budaq cümləni baş cümləyə bağlayır. Çox vaxt ki ədatı ilə işlənir. Bu da doğru fikirdir. Kim ki çox çalışır, o uğur əldə edir. Məsələn, ki ədatı ilə çox işlənir. Düzdür. Bağlayıcı sözlərdən və ki ədatından sonra vergül qoyulmur. Düzdür. Bağlayıcı sözlər sual əvəzlikləri ilə olur. Düzdür.
Bağlayıcı sözlər baş cümlədə gəlir. Təbii ki, yanlışdır. Bağlayıcı sözlər budaq cümlədə gəlir. Kim oxusa. Bu artıq bizim yanlış fikrimiz olacaq. Cavab Y variantı. 17. Deyirlər 4 şey. Tamahkarlıq, qorxaqlıq, tənbəllik və laqeydlik insanın mənəviyyatını pozur. Bu cümlənin tərkibində işlənmiş neçənci durğu işarəsi ümumiləşdirici sözlə bağlıdır. Ümumiləşdirici sözü tapırıq əvvəlcə. Burada 4 şey ümumiləşdirici sözümdür. Deyir ki, indi neçənci durğu işarəsi ümumiləşdirici sözlə bağlıdır. Təbii ki, ondan sonra qoyulan qoşan nöqtədən söhbət edir. Bu neçənci durğu işarəsidir? Dırnaq 1, vergül 2, qoşan nöqtə 3. Deməli, doğru cavab 3-cü olacaq. Deməli, KSQ 2, 9-cu siniflərin KSQ-sindən bu qədər. Siz də əgər bizim dərslərimizlə maraqlanırsınızsa, bir daha qeyd edirəm, 055 418 82 02 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Dərslərimiz Elmlər Akademiyası metrosunun düz çıxışında təşkil olunur. Zəng eləyib tam ətraflı məlumat əldə etmək olar. Sağ olun, növbəti dərslərdə, videolarda görüşərik.